Mən Səməd Behrəngi. Bu gün sizə balaca qara balığın nağılını deyəcəm. Biri var idi, biri yox idi. Bir balaca qara balıq var idi. O, anası ilə birlikdə kiçik bir axta yaşayırdı. Qara balıq anasının bircəsi idi. Bir gün səhər tezdən, günəş doğmamış, balaca balıq anasını yuxudan oyadıb dedi. Anaca, sənə bir neçə kəlmə sözüm var. Sən də vaxt tapdın. Danışmağı sonraya saxla. Yox anacan, mən daha belə gəzməyi istəmirəm. Gərək buradan gedəm. Axı ala-qaranlıqdan hara getmək istəyirsən? İstəyirəm gedim görüm, harda qurtulur. Buradan uzaqlaşmaq və başqa dünyalarda nələr olduğunu bilmək istəyirəm. Balacan, dəli olubsan? Dünya, o başqa dünya nə deməkdir? Dünya elə bu dünyadır ki, biz yaşayırıq. Elə bu zamanda iri bir balıq onların evinə yaxınlaşdı. Dedi. Qonşu, uşaqla nəyin üstündə belə bəhsə girmisən? Ana balıq qonşunun səsini eşidib cavab verdi. Gör bu cırtdan haralara getmək istəyir. Hey deyir ki, istəyirəm gedim görüm dünyada nələr olur. Qonşu dedi. Balaca, de görüm, sən nə vaxtdan belə filsuf alim olmusan ki, bizim xəbərimiz yoxdur? Xanım, istəmirəm ki, bir də gözümü açanda görüm, sizin kimi qocalmışam, özü də göz qulaqları bağlı balıqlar kimi qalmışam. Axır ki, hay-küyün səsi başqa balıqlar da oraya çəkib gətirdi. Get, sonra peşman olsan, daha bizdən incimə. Bunlar cavanlıq əlamətidir. Getmə. Droların nəyi pisdir? Başqa dünya yoxdur. Dünya elə gördüyün bu dünyadan ibarətdir. Qayıt. Balaca qara balıq bu sözlərə baxmayaraq, yeni dünyaları tanımaq üçün yola çıxdı. Nağılın ikinci bölümünü gözləyin.